Mən bununla necə gedim evimə? Nətər eləyim? Dərdimizi kimə deyək? Batıb qalan avtomobillər, palçıqlı yollar və hər gün bu yoldan əziyyətlə keçməyə çalışan sakinlər. Bura Qobustanın tamamilə boşalmış Şıxlar kəndidir. Kənddə yaşayan son ailənin də bu yeri tərk etməsindən 30 il keçir. İndi geriyə təkcə 70-ə yaxın yaşı olan bu daş binalar qalıb. 30 ildən çox bu kənddə yaşamış Elman Mansurov deyir ki, burada yaşamaq, heyvandarlıqla məşğul olmaq üçün yaxşı şərait olub. Ancaq yolsuzluq və işsizlik sakinlərin həyatını çətinləşdirdiyindən köçməyə məcbur olublar. Abad kənd yolundan bəlli olar. Təəssüflər olsun ki, Qurbançı kəndinə bu misalı şamil etmək olmaz. Çünki kənd mövcud olduğu gündən bu günə qədər asfalt yolu olmayıb. Elə bu səbəbdən də kəndlilər qış ayında kəndə gedib gəldikdə böyük problemlə üzləşir.